Növbəti videomuz Unit 15 Reading. Mən teksti oxumuşam, sizin də oxuduğunuzu varsayıram. Deməli, reading işləyərkən birinci teksti oxuyursunuz, sonra gəlirsiniz suallara baxırsınız. Yəni artıq bilirsiniz burada söhbət nədən gedir və burada spesifik sualların da yerini təxmini biləcəksiniz. Geri qayıdıb həmin spesifik suallara cavabı axtarırsınız. Gəlin elə birdən başlayaq. Literature of the 19th century. 19-cu əsrin ədəbiyyatı haqqında heç nə danışmır. Bu sadəcə bir yazıcıdan danışır. Social reforms in France. Fransada sosial reformlardan da danışılır. Toxunur, amma bütün tekst bu haqqında deyildi. Famous opening lines in literature. Ədəbiyyatdakı məşhur ilk başlanğıc cümlələr yox. Birdən nümunə gətirir, amma yenə də bütün tekst bu haqqında deyil. The French Revolution and its result. Fransız inqilabı və onun nəticələri. Xeyr. The life and works of Charles Dickens. Bəli, Charles Dickens'in həyatı və əsərləri haqqındadır. Which statement is false? Məndən səhv cümləni istəyir. Portsmouth is the birthplace of Dickens. Bəli. Nə demişdi? He was born in 1812 Portsmouth. Dickens was an 18th century novelist. 1812-də doğulubsa 19-cu əsr novelistidir. Bu false-dur. Elə B bəndidir. Baxın, mənə eyni cümləni verməyibdi. Həmin informasiyanı birə-bir verməyibdi. Amma doğulduğu ili veribdi. 1812-də doğulubsa 1800 neçəyə qədər də yaradıbdı. Düzdürmü? 1800 hansı əsrdir? 19-cu əsr. Artıq buradan məntiqlə özümüz tuturuq. Dickens novels often addressed social issues. Dickens'in əsərləri sosial problemlərə həsr olunmuşdur. Bəli. A Tale of Cities is a well-known novel by Charles. Bəli, Charles'ın tanınan əsərlərindən biridir. A Tale of Two Cities. Readers are attracted to Dickens books even today. Bəli, bugün də onun əsərləri böyük rəğbət görür. Okay. Baxın, and his novels continue to attract readers worldwide. Eyni şeyi eyni sözlərlə demir. Eyni fikri müxtəlif sözlərlə ifadə edir. Yəni paraphrase edir. Burada deyir ki, oxucular bugün də Dickens'in kitablarına maraq göstərirlər. Burada isə deyir ki, və onun əsərləri dünya miqyasında diqqət çəkməyə davam edir. Eyni fikirdə sadəcə paraphrase olunubdur. Answer the question according to the passage. Bizdən spesifik cavab istəyir. Which was the main idea in many of Dickens' works? Dickens'in əsərlərində əsas ideya nə idi? Varlılardan söhbət getmir, dərin ehtiraslardan söhbət getmir. Protesting the French Revolution. Orada inqilaba qarşı protest yox idi. Social fairness, sosial ədalətlilik. Helping the poor. Baxaq. Often about the social issues and hardships of the poor. Burada belə deyim də, kasıblara kömək yox, əsasən sosial ədalətdən söhbət gedirdi. Complete the sentence making sentence according to the passage. Deməli, makes him a literary giant. Onu ədəbiyyatın divalarından biri edən nə idi? He's writing about the French Revolution. Onun Fransız revolyusiya inqilabı haqqında yazmağı deyildi. He's skilled to write real things. Yes, I get this. His talent to convey human emotions. His ability to show the human feelings makes him a literary giant. Baxın, onun insan hisslərini ifadə etmə bacarığı onu ədəbiyyatın belə deyim də dahilərindən biri etdi. Onda bu olmur. His talent to convey human emotions. Baxın, yenə də paraphrase var. Human emotions, insan hissləri, human feelings. To show, to convey.
Convey köçürtməkdir. Nə mənada köçürtmək? Yəni hissi, real bir şeyi yazıya köçürtübdür. Yazı ilə ifadə eləyibdir. Bu Y variantı olacaq. Which statements are true? Bizdən düzgün cümləni istəyir. Charles left a forgettable trail on literature. No, unforgettable. Unutulan iz yox, unudulmaz iz qoyubdur. Dickens' literary heritage is strong with his classics. Yes, onun klassikləri ilə güclü bir ədəbi irsi var. 2 düzdür. A Christmas Carol is a Dickens classic novel. Bəli, baxın, klassiklərin arasında Christmas Carol var. Charles Dickens couldn't contribute to social change. No, he could. Deyir ki, sosial dəyişimlərə heç bir qatqı verə bilmədi. Yox, əksinə verə bildi. Deməli, cavabımız olacaq 2 və 3.